Məlum olmuşdur ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq Milli Şuranın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda Şuranın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, həmin ölkədə aparılan islahatların Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilmişdir. Qeyd olunan ittihama əsasən Qənimət Zahidov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilatı və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına tam üzv olacağı barədə razılaşmışlar. Deməli, öz dildə açıq mən siyasətdə görmürəm, heç görmək yox, açıq demək istəyirəm. Hər halda iş ilə gətirib ki, daha universitet zamanından indiyə qədər Əlibəyin düz İranlar demişəm, dibində olan bir adam kimi, həm yanında o şəxsi planda, həm də belə də siyasi işlərdə o əsas adam idi. Əli Kərimli kimi bir adam daha çox sənbilir. Əli Kərimlinin və yaxud Milli Şuranın hakimiyyəti gəlməyinə o qədər dəhşətli faciə kimi yanaşmırlarsa, bunun hansısa bir şartları olunmalıdır, əlamətləri görüşməlidir. Bunu hansısa şəkildə bildirə bilərlər. Əli Kərimliyə bildirə bilmirlərsə, mən buradayam da. Əgər söhbət aparmaq istəyirlərsə, problem yoxdur, aparaq bu söhbətləri. Azərbaycanın xarici siyasətində demək olar ki, işini dəyişməyəcək. Əli Kərimli gələndən sonra hakimiyyətin xarakteri, siması, mahiyyəti dəyişəndən sonra da deyəcək ki, yaşayıb, kollektiv təhlükəsizlik satışına qoşulur. Yəni, bu da ola bilər. Qarşılıqlı qarantiyalardan hər şey yazılır.